Yeah. Yeah. Ey felek zulmüne yandı, bu nece dövri zamandır ki işim ahü fegandır, beni yandırma aman. Gözümün eşki revandır, yüreğim dop dolu kandır. Hamı qəmlən bu yamandır ki neçə əhli qələmlər buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər. Qəzetdə jurnala bu küfr işiyəmlər, necə cürətlərə qəmlər yazıb İslamə sitəmlər. Eləyirlər ki gərək aləmi İslamda, hər ölkədə, hər şəhərdə dinarı dirəmlər. Saçılıb məktəbi nisvan, açılıb qız balalar, məktəbə hazır olalar, elimdə mahir olalar, fəzildə bahir olalar. Başdan ayağa geyələr, don gedələr, məktəbə onun tutarlar şiveyi bidət, oxuyub nəflə hikmət alalar, dərsi təbabət bilələr, cümlə kitabət edələr, yazmağa adətidə İsmət bata iffət aman eyvah. Hay Allah, bu qövüm oldu nə gümrah, bu nə şiveyi iqrah, bu nə zümreyi bədxah. Ey fələk zulmünə yandı, bu necə dövri zamandır ki işim ahü fəğandır, məni yandırma amandır. Gözümün eşki revandır, yüreğim dop dolu kaldı. Salıp aləmə pərxaş, bularla lola ekaş, düşə başlarına daş. Xüdaya bu nə güftar, nə rəftar, nə murdar, nə biyar, fənaqarə bizi sövq eləmə fikrinə amada olublar. Qıza lazımdır əgər bilmək, o da ev işi paltar, dikişi köhnə yumaq, yundaramaq, don yamamaq, səhnü səranı süpürüb, qasanı qabı üfürüb, küftə kələm dolması, mət halvası, et bozbaşı, yalopyalı aş, bir də ki təndir lavaşı eləməyindəndir ibarət ki əgər bunları da bilməsə eyb eləməz. Ancaq qıza ən lazım 1, 2, 3 məsələni bilməyidir, bilsə olur əmrə kifayət. Biri oldur ki gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çılxıra bilsin ki ona söz deməyə, etməyə bir kimsə də cürət. Biri də qayn ilə sahibi mabeyninə bir hadisəyi təfriq edir, kim ona dair edə hilət ki 5-3 gündə çox ildən qazanılmış bu qədər mehri məhəbbət ola təbdili ədavət. Biri həm axırı ənimdəsi damda bacanın, həm xoxunun xortanın adlarını bilməkdə gərək. Səyedə övrət nə qədər faidəsi var bu işin, gər ola diqqət ki əgər